Bəs siz göyərtiləri necə yuyursunuz? Faydalı da olsa əslində təhlükə mənbəyidirlər. Çox vacib məlumat paylaşıram. Çalışın videonu siz də ətrafınızda bölüşəsiniz. Əvvəlcə dəstəni açıb gözlə görünəcək yad maddələrdən mexaniki təmizləyirəm. Sonra bir dəfə su ilə yaxalayıb sirkəli məhlulda saxlayıram. 20 dəqiqə saxlamaq kifayət edir. Bu göyərtini torpaqdan gələn qurd yumurtaları parazitlərdən təmizləyir. İkinci etap su ilə 4-5 dəfə duruluyuram ki, ən çox uşaqlar və hamilələr üçün təhlükəli olan pestisidlər axıb getsin. Sonra ən sevdiyim göyərtili reseptimi edirəm. Kükü bişirirəm. Mən küküyə baş soğan və zirinci də qatıram. Rəylərdə siz də öz üsullarınızı yazarsınız. Kükünü isə salatlarımdan qızartmalara qədər hər yeməyimdə yer alan sevimli olive zeytun yağı ilə hazırladım. Zeytun yağı ilə kükü bir ayrı aləm olur. Yenə də gözəl təqdimata önəm verdiyim üçün yeməzdən əvvəl kükünü bəzəyirəm. Çox sevsəm də restoranlarda məhz elə təmizliyinə görə kükü yemirəm. Göyərtilərdən ikinci reseptim uşaqlıqdan sevdiyim qatıq aşıdır. Yumru düyünü bişirib göy əlavə edirəm. Bişdikdən sonra soyudub yarım fabrikat kimi yay-qış dondurucumda saxlayıram. Bu resepti detallı növbəti videolarda paylaşacağım. Bəs siz necə sevirsiniz göyərtili reseptləri? Gözünüz görən kimi göylərdən nə hazırlayırsınız?